Azad Abdullayeva, Bakı şəhəri Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın 7-dakı şagirdiyəm. Salam, mən Sevcan Qədiməliyeva. Əslində mənim həm sinif yoldaşımdır, həm də komanda yoldaşım. Biz düşündük, axtarışlar etdik və bu balıqçı gəmisi düzəltmək qərarına gəldik. Biz ilk olaraq gəmimizin eskizini çəkdik, sonra isə biz dizaynını Tinkercad və CorelDRAW proqramında etdik. Biz balıqçı gəmisini düzəldərkən CNC lazer kəsmə texnologiyasından istifadə etmişik. Bu proqramlardan istifadə etməyimizin məqsədi həm estetik, həm də texniki baxımdan daha funksional olmasıdır. Gəminin hissələri CNC aparatından çıxdıqdan sonra biz hissələri birləşdirmək üçün PVA ilə istifadə etdik və gəminin yelkənləri daha dekorativ görsənsin deyə boyalardan və ipdən istifadə etdik. Bizim gəmimizin funksionallığı ondan ibarətdir ki, dənizdə, okeanda olan bütün su canlılarını tez bir zamanda aşkar eləyək və bizim layihədə məqsədimiz odur ki, biz dənizdə, okeanda tutduğumuz canlıları sahilə tez çatdıraq.